Alo, kimdir? Axşamınız xeyir Bəhram müəllim, Rəfaildir radiodan. Xeyr ola, Rafael müəllim. Buyurun. Bizim bu axşamınız xeyrin son nömrələrində səyyar intervyular apardıq. İstəyirəm sizlə görüşək, son iş güclərlə bağlı bir söhbətinizi yazdaq lentə. Rafael müəllim, indi harada danışırsınız? Studiyadan danışıram. Gələ bilərsiniz bizə bir saat? Gələ bilərəm. Laf yaxşı olardı gəlsəydiniz. Həcmoğlu müəllim də yanında belə söhbət elərdik. Laf maraqlı olacaq, maraqlı olacaq. Buyurun. Həlləlik. Həlləlik. Sağ ol. Bəhram müəllim, bax elə bir yerdə görüşmüşük, Hacbaba müəllim də buradadır, siz də buradasınız. Ona görə sualım elə sizin ikinizlə bağlıdır. Bax, son vaxtlarda ikiniz bir yerdə bir iş görmüşsünüzmü? Son vaxtlarda ikisimiz bir yerdə bu Bayatçılar Meclisi lazım idi. Bu barədə Bayatçılar üstündə işləmişik. Qabaqlar Bayatçılar yox, Bayatçılar dəstəhi idi. Onun mövzunu çalıb göstərirəm, adı ilə deyirəm. Sonra hissələr ayrılıb, olub Bayatçılar, müasir Bayatçılarımız da Hacbaba müəllimi dəvət eləmişik ki, oxusun. O da öz tələbəsi Səxavət Məmmədoğlu getirib gəlib. Yarısın oxuyub, Bayatçılar necəyəm, Bayatçılar zil Bayatçılardan da xavərə, ücra, sonra oradan da ayağı verib Bayatçılarda, müasir Bayatçılarını göstərmişik. Demək ki, dinləyicilərimiz gələn həftə Muğam Radio jurnalında sizin bu söhbətinizi ətraflı şəkildə dinləyəcəklər, amma bugün xahiş edirəm, qısaca elə bir məlumat verin, nə kimi araşdırmalar aparmışsınız, yəqin ki, yenə tarixə müraciət edəmişsiniz bu işinizlə bağlı. Bəli, bu tarixlə bağlıdır, çünki Bayatçılar dəstgahı sonradan olub. Bayatçılar dəstgahı Bayatçılahan olub dəstgah. Bayatçılar onun içində hissi olub, amma indi ayrıca dəyişiklik olub. Bayatçılar indi hissi olub, Bayatçılar dəstgah. Onu çalıb göstərmişik nəsə olur ki, onu xülasıcı ilə. Bəhram müəllim, bir də eşitmişik ki, bu yaxınlarda siz yola düşürsünüz, səfər qarşısındasınız, Moskvaya gedəcəksiniz. Bu səfər nə münasibətləndi? Xahiş edirəm, bu barədə bir-iki kəlmə. Bu səfər Melodiya firması var Moskvada. Onlar kağız yazıblar bizim Bəstəkarlar İttifaqına. Buradan xalq musiqiçilərindən dəvət edirlər, yazıcıyla plastinka. Bütün dünyaya yaymaqdan ötürü. Bizim respublika deyil, bütün respublikalardan dəvət ediblər ora. Ona münasibdə mənə xahiş ediblər ki, siz də gelirsiniz, mən də söz vermişəm getməyə. Sizə yaxşı yol, müvəffəqiyyət arzuluyuruq qarşıdakı səfərdə. Çox sağ olun. Hacbaba müəllim, vaxtilə dinləyicilərimizə sizin poeziya marağınızdan, yazdığınız qəzəllərdən, müxəmmətlərdən, nəzirələrdən söz açmışıq. Bax, son vaxtlarda bu sahədə yeni işləriniz varmı? Bəli, mən həmişə məşğulam bu çalıb oxumaq sənətimdən başqa da. Mən bu şeiriyyatı çox həvəskarım. Yazmadığım vaxtlarda da Füzuliyə, Zeydətimə və böyük klassiklərə mənim marağım olub, həvəsim olub. Mən çox sevirəm şeiri. Axır zamanlar bir-iki dənə deyəsən bir belə şey olub. Mir Hafizin məşhur qəzəli var. Xaşimin quyəmə əz qüftə-i xud dilşadəm, bəndə-i eşqəmə əz hər dağnələr. Biri bu halə bənzəməz. Görüncə mən Cəlalivi, yəqinim oldu, dilbərim. Cəlali Yusufin gəlib, bu cəhcəlalə bənzəməz. Mənim bu odlu sinəmin şərarı aşkarədir. Yaxın gələrsə rindilər, bilər xəyalə bənzəməz. Zaman olur ki, axtarar zamanə əhl-i hazini, vəley ki, indi sözlərim biri misalə bənzəməz.